İmam Sadiq əleyhissalam belə buyurur: İstəyirsiniz bir əməl kamil olsun, onun 3 dənə əlaməti var. O 3 məsələyə gərək diqqət yetirəsiniz. Onlardan biri təsğirihi, əməli kiçik görəsən. Əməlin nə boyda böyük olursa olsun, onu kiçik görəsən. Nə qədər kiçik gördün, o qədər də əzəmətli olur. Və bu kiçik görmək insanı qürurdan saxlayır. İnsan qürurlanmır. Qürurlanmaq, mənfi mənada qürurdan söhbət gedir. Qürurlanmaq insanı tənəzzülə aparır. Digər məsələ budur ki, İmam Sadiq əleyhissalam buyurur. İkinci məsələ budur ki, təcilihi. Bir əməli niyyət elədin. Tutaq ki, niyyət eləmirsən, bugün yaxşı bir iş görmək istəyirsən. Ağa buyurur, tələs, gecikdirmə. Əgər niyyətinlə əməl arasında çoxlu fasilə olarsa, onda şeytan müsəllət olar. Gələr səni əməldən uzaqlaşdırar. Məsələn, tutaq ki, bir nəfərin evdə qardaşı ilə arası deyil. Tutaq ki, səhv də qardaşındadır. Bunun birdən-birə qəlbinə bir eşq düşdü. Deyim, nə olar? Qoy, səhv onda olsa belə, qoy mən gedim onun qapısına. Mən gəlim deyim, qardaş, düzdür, indi oldu aramızda, nə oldu keçdi. Amma gəlmişəm barışaq. Səhv bunda olmasa belə gəlib deyir, əff elə məni. Bunu niyyət elədi. Ağa buyurur, bunu ki niyyət eləmsən, qalx ayağa, gecikdirmə. Get tez elə. Əgər eləməsin, şeytan müsəllət olacaq. Şeytan gələcək, 1000 dənə sənə bəhanə gətirəcək. Deyəcək, haçanaycan belə olacaq. Hələ o səhv eləyəcək, sən gedirsən onun qapısına. Bəlkə bir dəfə o gəlsin, başlayacaq bir dini donub indirməyə. Sən belə eləyərsən, pis olar. O adət alar bunu. Hələ hey onun bunun qəlbini qırar. Başlayar belə aldatmağa. O da imam buyurur, tələsün. Niyyət elədiniz, yaxşı əməli niyyət elədiniz, gecikdirməyin. Gecikdirdiniz, şeytan başınızın üstündədir. Tələs ki, səndən önə keçməsinlər. Bir nəfərin vəziyyəti pisdir. Sən də bilirsən onun vəziyyəti pisdir. Sən tələs. Tələs ona görə tələs ki, birdən biri önə keçər. Sən qalarsan kənarda. Likullin vicihə huvə müvəllihə fəstəbiqul xeyrat eynəmə təkunu yəti bikumullah cəmi'a innəllah alə kulli şeyin qadir. Allah bu ayədə deyir, bir-birinizlə yarışın. Nə mənada? Yaxşı əməllərdə yarışın, qoymayın önə keçsinlər səndən. Sən keç önə. Bu mənada paxıl ol. Bilirsən nə mənada? Qoyma səndən qabaq düşsün, xidmət eləsin, sən düş xidmət elə. Bu mənada, qoyma ki onu. O da səni qoymasın. Ayə bizə deyir, tələssin. Adam gəlib tələssin. Mən nə bilirəm? İndi bu xütbəni elədim, qutardım. Hələ bilmirəm ki, mənə burada hələ xütbəni axirəcən Allah ömür verib, yoxsa yox. Xütbəni burada qutaracam, yoxsa yox. Heç bir saniyə o tərəfi mən bilmirəm ki. Elə bəlkə burada gəldi, aldı canımı. Bəlkə elə buradan qutaran kimi gəldi, aldı canımı. Bizimlə Allah əhd eləməyib ki, məsələn 80 ildən sonra mənə deməyib ki bunu. Bilmirəm, tələsməliyəm. Tələbələr deyir, tələbələr. Deyir, gecə, indi saat 3-dür, 2-dir, bir də gördüm qapımız döyüldü, bir tələbə deyir. Açdım qapını, gördüm, ustadım dayanıb qapının kənarında. Dedim, ağa, ustad, nə məsələdir? Dedi, tələbə gün orta ki, mən sənə dərs deyirdim. Dərs deyəndə bir məsələni sənə qeyd elədim. O məsələni mən səhv demişəm. Mən gəlmişəm sənin qapıva, deyən məsələ belə deyil, belədir. Dedim, ağa, sabah dərs var. Gələrdim dərsə, dərsdə mənə başı salardım. Oradan durub gəlmirsən sən ustad mənim qapıma. Dedim, nə bilirsən? Nə bilirsən sabahaycan mənə Allah can verəcək. O tələbə deyir, durdum səhər gördüm ki, neçə dənə tələbə idi, hamısının qapısına bir-bir ustad gecə ilə gedib döyüb, bu məsələni izah edib çıxıb gedib yatıb. Şimdi mən bilmirəm. Ya Rabbəl aləmin, mən hardan bilim? Tələsmək, tez eləmək. Düşdü zeynivə yuvatma. Sədəqə düşdü zeynivə vermək, yuvatma, tez elə. Bir cavan idi, bunun varisi yox idi, heç kəsi yox idi. Amma çox mülkü var idi. Olduqca çox mülkü var idi, ambarları var idi. Can ayağındaydı, Peyğəmbər gəldi. Allah yolunda elə verməmişdi. Peyğəmbər gəldi, durdu bunun başının üstündə, da ölüm ayağındaydı. Baxdı Peyğəmbər buna, bu qayıtdı Peyğəmbərə, ya Rasulallah. Mən ölüb gedirəm, bu malımı Allahın yolunda xərclə, onsuz da varisim yoxdur. Peyğəmbər sağollaşdı, bu cavan dünyasını dəyişdi. Ravi deyir,
Mən dayanmışdım Peyğəmbərin yanında. Ürəyimdən nə keçirdi? Deyirdim, ey kaş adamın pulu olan, adam pulun Allahın yolunda xərcliyə, elə cənnətə ala. Deyir, mən bunu qəlbimdə keçirirdim. Bir də gördüm Peyğəmbər əyildi. Yerə bir dənə xurma düşmüşdü, xurmanı yerdən götürdü. Qaldırdı xurmanı göyə, bir dənə xurmanı. Dedi, bunu görürsünüz? Deyir, biz hamımız dedik, bəli ya Rasulallah. Dedi, bu nədir? Dedi, bu xurmadır ya Rasulallah. Dedi, bax, eşidin və bilin. Əgər bu cavan diriliyində bu xurmanı Allahın yolunda versəydi, indi ki ölüb onun ambarları Allahın yolunda verilir, o bir dənə xurma bundan əfsəldir. Çünki vaxtında verib. Da ölüb gedəndən sonra o mal ona lazım deyildi. Vaxtında verib Allahın yolunda. Mən tələsməliyəm. Bilmək olmaz. Allah bugün malı verib, sabah ala da bilər, sabah qalaram belə, sabah peşman olaram ki, niyə vaxtında əlimdən gələni mən eləmədim. Bu dünya belədir. Bu dünya çox şahları, padşahları, qulları sultan elədi. Harun Rəşidin vəziri idi, baş vəziri idi. Fəzl bin Yəhya baş vəzir idi. Bir dənə oğlu dünyaya gəldi. Oğlu dünyaya gələn kimi dedi, gedin bir dənə şair gətirin, şeir desin bu oğlumun məthinə. Getdilər, bir dənə kasıb şairi gətirdilər. Bu kasıb şair kaşələ kasıb qalaydı. Niyə gəldin bu Harun Rəşidin yanına sən? Gəldi bunun yanına. Gəldi, gələn kimi başladı bir dənə şeir dedi, mədh elədi Harun Rəşidi. Mədh eləyəndən sonra Harun Rəşidin çox xoşuna gəldi. Çıxartdı 100.000 dirhəm pul verdi ona. Ondan sonra bir dənə də mülk verdi. Dedi, bu da sənin. Şairin dünyası değişildi. Dünyası ya, da ahirət yox. Ahirət bərbad oldu. Dünya qəşəngdir, yaşayır maşallah. Zamanlar ötdü. Bir vaxt dedi, durum gedim hamama. Üzr istəyirəm sizdən. Gəldi hamama. Hamama gəldi, bir dənə kisəçi axtardı. Kisəçi başladı, bunun belin kisələsin, üzr istəyirəm dönə-dönə. Bunun yadına şeir düşdü. O şeir yaddan çıxmaz axı, həyatın değişib bunun. Başladı elə orada şeiri deməyə, deyir, o kisəçi deyir, qəşş elədi. Qəşş elədi, o qədər ağladı, ağlayandan sonra deyir, bu diyandı, baxdı onu, dedi, sənə nə olur? Niyə ağlayırsan? Dedi, bu şeiri kim üçün demisən sən? Dedi, bir şəxs var idi də, Fəzl bin Yəhya. Onun oğlu dünyaya gələndə bu şeiri mənə demişəm. Dedi, həmən oğul mənəm ha. Dünyadır da. Dünya məni kisəçi eləyib, amma atamın pulu ilə sən bu hala gəlib çıxmısan. Torpaq ki töküldü insanın başının üstünə də ondan sonra getdi. Oğul ki gəlir, nə bilim yaxın gəlir, torpağı tökdü də orayacan qutardı getdi. Nə eləmişdi, eləmişdi. Bir vaxt hamısının üstünə töküləcəkdi torpaq. 2 nəfər gəldi İsa Peyğəmbərin yanına. Dalaşırdılar bir-birləri ilə. İsa Peyğəmbər deyir, nə olub sizə? Biri qayıtdı, ya İsa, ya Ruhallah, mən deyirəm bu torpaq mənimdir. Dedi, sən nə deyirsən o birsən? Dedi, mən də deyirəm torpaq mənimdir. İsa baxdı bunlara, çünki İsa aləmin dilini bilir, torpağın dilini bilir, yerin dilini bilir. Dedi, sən deyirsən torpaq mənimdir. Sən də deyirsən torpaq mənimdir, amma torpaq başqa şey deyir. Torpaq deyir, siz ikisiniz də mənimsiz. İndi neyniyək? Nə qəzavət eləyək? İkisiniz də dəfn eləyəcəm bir vaxt. İnsan başa düşə ki, verdiyi Allah qaytaracaq. İnsan bunu dərk eləsə, Allahın yolunda xərcləmək rahatlaşır. Dərk eləsə ki, mən versəm qaydacaq. Bəzi vaxtlar insan eşidir, amma vücudu ilə dərk eləmir. Mən bir dənə misal deyim sizə. Məsələn, birinin toyudur. Bir aydan sonra toyudur. Toyuna 10 gün qalmış bir nəfər toya çağırır. 10 gündən sonra da bunun toyudur. Bu bilir ki, bunun toyuna nə qədər çox salsam həmənki qayıtacaq. Çünki 10 gündən sonra mənə gələcək də toy. Yanında olanlar da dostlarına qayıdır, deyir, məsələn, nə qədər salacaqsınız? Onlar deyirəm, 30 manat. Ayıb deyir. Özü üçün hazırlayır. Ayıbdır, belə şey olar. Biraz çox salın. Ömründə bu toya 100 manat salmayıb. Bir dənə bu toya salır ki, bilir 10 gündən sonra toyudur. Versə qayıtacaq. İnsan başa düşə ki, mən verdim Allahın yolunda qayıdacaq mənə. Ondan sonra qutardı getdi, çox rahatlaşır. Gələk insan versin ki, Allah onu hifz eləsin malını, pulunu, vücudunu.
İmam Sadiq əleyhissalam karvanla gedir, Məkkədən gəlirlər Mədinəyə. Bir dənə karvanda ticarət ediblər, qayıdırlar. Bu karvan yolda eşitdilər ki, bu karvan. Bir nəfər oğru var, oğrular var da, bunların karvanını qarət edəcək. Gəldilər, düşdülər ağanın ayağına. Ağa, nə olar ki, bu malı verək sənə? Ağa dedi ki, mənə verirsiniz, məndən götürməyəcəklər. Ağa, onda gəl bunu bastıraq torpağın altında, bunlar gedəndən sonra götürək. Ağa dedi, bu oğrular bu qədər ağılsızdır. Siz karvandan gəlmişsiniz, Məkkədən ticarət eləmişsiniz, deməzlər pularıdır. Onda lap pis olar ki, vəziyyət. Ağa, yaxşı, neyini səndir? Ağa dedi, heç nə. 1/3 verin Allaha. Deyim, nəzir edirəm, bu malın 1/3 Allahda. Bəzisi indi dedi ki, 3/2 sonucu qalır, eybi yox, 1/3 verin. Bəzisi ixlasla verdi. Axır verdilər, dedilər, söz veririk ki, bu mal sağ-salamat qayıtsın bizi ilə, biz bu malın 1/3 verəcəyik Allahın yolunda. Oğrular gəldi, hamısını nəzir edib, oğru gəldi, yaxınlaşdı bunlara. Yaxınlaşandan sonra qayıtdı ki, üzün tutdu İmam Sadiqə. Dedi ki, dünən gecə bu oğru deyir, mən gecə yuxuda Rəsul-i Əkrəmi gördüm, Peyğəmbəri. Peyğəmbər dedi, bir karvan gələcək, o karvanda mənim balam olacaq, İmam Sadiq. O karvanla birdən siz başqa cür rəftar edirsiniz. Siz həmən karvansız. Bizim sizinlə işimiz yoxdur. İmam dedi, yaxşı qoy biz gedək. Dedi, yox. Dedi, nə istəyirsiniz? Dedi, gələk biz sizi ünvanıyla qoruyaq, sağlam çatdıraq. Həmən oğrular indi mühafizə eləyir, karvan çatır Mədinəyə. Üçün bir qismin verib Allah saxlayır.